Qoç. Səhərin ilk şəfəqləri ilə birlikdə daxilinizdə qarşısıalınmaz bir hərəkətlilik və coşku hiss edəcəksiniz. Bugün qarşıya qoyduğunuz iddialı hədəflərə doğru böyük addımlar atmaq üçün kosmik enerji tamamilə sizin tərəfinizdədir. İş mühitində uzun müddətdir cəsarət edə bilmədiyiniz mürəkkəb layihələrin rəhbərliyini öz üzərinizə götürə bilərsiniz. Lakin tələsik qərarlar verməkdən qaçmalı, hər bir addımınızı zərgər dəqiqliyi ilə hesablamalısınız. Ətrafınızdakı insanların fikirlərinə hörmətlə yanaşmaq sizə gözlənilməz qapılar aça bilər. Maddi məsələlərdə isə plansız xərcləmələrdən uzaq durmaq gələcək maliyyə sabitliyiniz üçün olduqca vacibdir. Sevgi həyatınızda tərəfdaşınızın sizdən fərqli gözləntiləri olduğunu fərq edib ona daha çox zaman ayırmalısınız. Subay qoçlar üçün günün ikinci yarısı daxili aləmini tam başa düşən yeni bir insanla tanışlıq vəd edir. Yaxın dostlarınızla edəcəyiniz səmimi söhbətlər zehni yorğunluğunuzu tamamilə aradan qaldıracaq. Sağlamlıq baxımından xüsusilə onurğa və bel nahiyənizi həddindən artıq yükləməməyə diqqət yetirməlisiniz. Günün ortasında qısa bir meditasiya və ya tənəffüs məşqi daxili tarazlığınızı bərpa etməyə kömək edəcək. Yaradıcı ideyalarınızı kağıza köçürmək gələcək planlarınızın bünövrəsini qoya bilər. İnadkarlıq hissini bir kənara qoyub komanda işinə üstünlük vermək sizi uğura daha tez çatdıracaq. Ailə daxilində yaranan xırda anlaşılmazlıqları böyütmədən təmkinli bir dillə həll etməyə çalışın. Axşam saatlarında sevdiyiniz bir musiqinin sədaları altında dincəlmək ruhunuza əsl məlhəm olacaq. Həyatın sizə təqdim etdiyi bu dinamik enerjini doğru istiqamətə yönəltsəniz, günün qalibi siz olacaqsınız. Buğa. Bugün daxili hüzurunuzu qorumaq və maddi güvəninizi artırmaq üçün mükəmməl fürsətlər əldə edəcəksiniz. Səbirli təbiətiniz sayəsində iş yerində yaranan gərgin vəziyyətləri asanlıqla öz xeyrinizə dəyişə bilərsiniz. Maliyyə sahəsində yeni bir investisiya planı üzərində düşünmək gələcəyinizi zəmanət altına almağa kömək edər. Keçmişdə etdiyiniz bəzi səhvlərdən düzgün nəticə çıxararaq eyni tələlərə yenidən düşməməyə çalışın. Yaxın ətrafınızda sizə paxıllıq edən insanların mənfi enerjisindən qorunmaq üçün məsafə saxlamağınız məsləhətdir. Şəxsi münasibətlərdə partnyorunuza qarşı daha fədakar və anlayışlı yanaşma nümayiş etdirməyiniz bağlarınızı gücləndirəcək. Hələ də yalnız olan buğalar köhnə bir tanışın gözlənilməz etirafı ilə qarşılaşaraq duyğusal anlar yaşaya bilərlər. Bədəninizin siqnallarına qulaq asmalı və xüsusilə qidalanma rasionunuza ciddi şəkildə diqqət yetirməlisiniz. Təbiət qoynunda keçiriləcək qısa bir gəzinti daxili enerjinizi yeniləmək üçün əla vasitədir. Həyatınızda dəyişməsini istədiyiniz vərdişləri bu gündən etibarən yenidən nəzərdən keçirməyə başlayın. Hüquqi və ya rəsmi sənədlərlə bağlı işləriniz varsa, hər bir bəndi diqqətlə oxumadan imza atmayın. Dostlarınızın sizdən gözlədiyi mənəvi dəstəyi onlardan əsirgəməmək münasibətlərinizə yeni bir dərinlik qatacaq. Evinizdə edəcəyiniz kiçik dizayn dəyişiklikləri yaşayış sahənizin aurasını müsbətə doğru tamamilə dəyişə bilər. Hisslərinizin səsinə güvənmək bəzən ən məntiqli görünən planlardan daha doğru nəticələr verəcək. Karyeranızda yüksəlmək üçün fərqli təlimlərə qatılmaq və ya yeni bir dil öyrənmək qərarı ala bilərsiniz. Günün sonunda əldə etdiyiniz uğurların fərəhini yaşayaraq özünüzü mükafatlandırmağı əsla unutmayın. Əkizlər. Zehninizin inanılmaz dərəcədə aktiv olduğu bu gündə ünsiyyət bacarıqlarınız sayəsində hər kəsi heyran edəcəksiniz. Yeni məlumatlar öyrənmək və fərqli mədəniyyətləri kəşf etmək istəyiniz sizi qeyri-adi fəaliyyətlərə yönəldə bilər. İş mühitində təklif edəcəyiniz innovativ ideyalar rəhbərliyin diqqətini dərhal özünə cəlb edəcək. Eyni anda bir neçə işlə məşğul olmaq diqqətinizin dağılmasına və xırda səhvlərə yol vermənizə səbəb ola bilər. Zamanı düzgün idarə etmək üçün günün əvvəlində özünüzə konkret bir fəaliyyət planı tərtib edin. Maddi məsələlərdə gəlirləriniz artsa da lüks əşyalara həvəs göstərmək büdcənizdə müvəqqəti çətinlik yarada bilər. Eşq həyatınızda hisslərinizi gizlətmək əvəzinə qarşı tərəfə qarşı tam səmimi və açıq olmağı sınayın. Sevgilisi olmayan əkizlər qatıldıqları bir sosial mühitdə intellektual səviyyəsi yüksək olan bir şəxslə maraqlı dialoqa başlaya bilərlər. Əsəb sisteminizi qorumaq üçün kafein qəbulunu azaltmalı və bitki çaylarına daha çox üstünlük verməlisiniz. Köhnə dostlarınızla təsadüfi bir qarşılaşma sizə keçmişin unudulmaz və şirin xatirələrini yenidən yaşadacaq. İncəsənətlə və ya yazı işləri ilə məşğul olmaq daxili dünyanızdakı gərginliyi müsbət bir axına yönəldəcək. Ətrafdakı insanların dedikodularına əhəmiyyət vermədən öz bildiyiniz doğru yolda inamla irəliləməyə davam edin.
Səyahət planları qurmaq və ya bilet sifariş etmək üçün bugün olduqca uğurlu bir zamandır. Fikir ayrılığı yaşadığınız yaxın bir insanla barışmaq üçün ilk addımı atmaq sizə böyük rahatlıq gətirəcək. Gecə saatlarında kitab oxumaq və ya sənədli film izləmək zehni potensialınızı daha da zənginləşdirəcək. Xərçəng. Bugün emosional dünyanızda dərin bir həssaslıq və ətrafınızdakı insanlara qarşı yüksək empatiya hiss edə bilərsiniz. Ailə üzvlərinizin problemləri ilə yaxından maraqlanmaq və onlara mənəvi dəstək olmaq daxili rahatlığınızı artıracaq. İş yerində instinktlərinizə güvənərək atacağınız addımlar sizi çətin vəziyyətlərdən asanlıqla xilas edə bilər. Keçmişə aid bəzi xatirələrin zehninizi məşğul etməsinə imkan verməyin və diqqətinizi indiki zamana yönəldin. Maliyyə məsələlərində yığımlarınızı qorumaq və riskli investisiyalardan tamamilə uzaq durmaq ən doğru seçimdir. Münasibətlərinizdə qarşı tərəfin sizə qarşı olan diqqətsizliyini çox böyütmədən hisslərinizi sakitcə ifadə edin. Tənha xərçənglər üçün bugün daxili aləmini tamamilə dəyişdirəcək sirli və cazibədar bir insanın varlığı hiss oluna bilər. Həzm sisteminizi qorumaq üçün yağlı və ağır qidalardan qaçmalı, daha yüngül təamlara keçməlisiniz. Evinizdə yaradacağınız huzurlu və sakit atmosfer günün bütün yorğunluğunu üzərinizdən tamamilə atmağa kömək edəcək. Yaradıcılıq tələb edən işlərdə fantaziyanızın hüdudsuzluğu sayəsində unikal layihələr ortaya qoya bilərsiniz. Dostlarınızın sizə verəcəyi dəyərli məsləhətlərə qulaq asmaq bəzi məsələlərdə gözünüzün açılmasına səbəb olacaq. Özünüzə vaxt ayırmaq, bəlkə də tək başına bir film izləmək ruhunuzun yenilənməsinə şərait yaradar. Sirlərinizi hər kəslə bölüşməməli, kimə güvənəcəyinizi çox yaxşı şəkildə seçməlisiniz. Həyatın ritminə uyğunlaşmaq üçün köhnəlmiş vərdişlərinizdən və sizə zərər verən düşüncələrdən birdəfəlik qurtulun. Günün sonunda əldə etdiyiniz mənəvi huzur gələcəyə daha ümidlə baxmağınıza kömək edəcək. Hər bir çətinliyin öhdəsindən gələ biləcək qədər güclü bir qəlbə sahib olduğunuzu heç vaxt unutmayın. Şiir. Bugün cəmiyyət içərisində parıldamaq, liderlik keyfiyyətlərinizi nümayiş etdirmək və diqqət mərkəzində olmaq üçün əla fürsətdir. İşinizdə göstərdiyiniz yüksək performans rəhbərliyin heyranlığına və bəlkə də yeni bir vəzifə artımına səbəb ola bilər. Lakin egonuzun qarşı tərəfə baskı etməsinə icazə verməməli, əməkdaşlıq fəaliyyətlərində daha mülayim davranmalısınız. Maddi cəhətdən gözlənilməz gəlirlər və ya köhnə bir borcun qaytarılması sizi xeyli sevindirəcək. Şəxsi münasibətlərdə partnyorunuza qarşı göstərəcəyiniz kralyana jestlər sevginizin alovunu yenidən canlandıracaq. Tənha şirlər isə özünə inamlı duruşları ilə ətrafdakı bir çox insanın diqqətini dərhal öz üzərinə çəkəcək. Ürək-damar sisteminizin sağlamlığına xüsusi diqqət yetirməli və həddindən artıq stres yaradan mühitlərdən qaçmalısınız. İdmanla məşğul olmaq və ya rəqs dərslərinə yazılmaq enerjinizi düzgün istiqamətə yönəltməyin ən gözəl yoludur. Yeni fəaliyyət sahələrinə sərmayə qoymaq istəyirsinizsə, mütəxəssis rəyini öyrənmədən qərar verməyin. Dostlarınızla təşkil edəcəyiniz şən bir məclis və ya sosial tədbir sizə unudulmaz anlar bəxş edəcək. Özünüzə olan güvəniniz sayəsində ən ümidsiz görünən layihələri belə uğurla tamamlayıb hamını təəccübləndirə bilərsiniz. Başqalarının rəylərinə hörmətlə yanaşmaq sizin alicənablığınızın və daxili yetkinliyinizin ən bariz göstəricisidir. Yaradıcı potensialınızı ortaya qoymaq üçün bugün qarşınıza çıxan hər bir şansı maksimum dəyərləndirin. Həyatın ləzzətlərini dadarkən ölçünü qorumaq və gələcəyi planlaşdırmaq müdrik bir addım olar. Axşam saatlarında tək qalıb öz gələcək hədəflərinizi vizuallaşdırmaq daxili motivasiyanızı göylərə qaldıracaq. Qız. Bugün analitik təfəkkürünüz və detallara olan xüsusi diqqətiniz sayəsində işlərinizdə mükəmməl nəticələr əldə edəcəksiniz. Hər bir xırda məsələni dərindən araşdırmaq sizə mürəkkəb problemlərin ən sadə həlli yollarını tapmağa kömək edəcək. Karyeranızda intizamlı fəaliyyətiniz iş yoldaşlarınız üçün əsl nümunə rolunu oynaya bilər. Lakin mükəmməllik ardınca qaçarkən özünüzü həddindən artıq yormamağa və enerjinizi qorumağa diqqət edin. Maliyyə vəziyyətinizi tənzimləmək üçün gəlir və çıxarlarınızın dəqiq bir hesabatını hazırlamaq faydalı olar. Sevgilinizlə olan münasibətlərdə tənqidi yanaşmaları azaldıb, onun müsbət cəhətlərini təqdir etməyi sınaqdan keçirin. Subay qızlar üçün bugün intellektual səviyyəsi ilə heyran edəcək dürüst bir insanla tanışlıq ehtimalı var. Sağlamlıq sahəsində xüsusilə sinir sisteminizi sakitləşdirmək üçün bitki tərkibli çaylardan yararlana bilərsiniz. Zehninizi gərəksiz məlumatlardan təmizləmək üçün rəqəmsal detoks etmək və sosial şəbəkələrdən uzaq durmaq əla fikirdir.
Uzun müddətdir təxirə saldığınız ev təmizliyi və ya əşyaların nizamlanması işləri sizə daxili rahatlıq bəxş edəcək. Yaxın dostunuzun çətin anında ona verəcəyiniz obyektiv məsləhətlər onun həyatını müsbət mənada dəyişə bilər. Həyatın axışına güvənməyi öyrənmək və hər şeyi idarə etmək istəyindən əl çəkmək sizə hüzur gətirəcək. Yeni bir elmi məqalə oxumaq və ya peşəkar bacarıqlarınızı artıracaq bir kursa yazılmaq üçün ideal gündür. İnsanlarla ünsiyyətdə qırıq qəlbləri təmir etmək üçün xoş sözlərin sehirli gücündən istifadə edin. Günün sonunda əldə etdiyiniz nizam-intizam hissi qarşıdakı günlərə daha inamla addımlamağınızı təmin edəcək. Tərəzi. Bugün həyatınızın hər bir sahəsində harmoniya, ədalət və daxili tarazlıq yaratmaq üçün güclü bir istək duyacaqsınız. İncəsənətə, gözəlliyə və estetikaya olan marağınız ətraf mühitinizdə xoş bir ab-hava yaratmağa kömək edəcək. İş yerində yaranan münaqişələrdə obyektiv hakim rolunu oynayaraq tərəflər arasında sülhü təmin edə bilərsiniz. Lakin başqalarının problemlərini həll edərkən öz şəxsi maraqlarınızı və daxili hüzurunuzu arxa plana atmayın. Maddi məsələlərdə ortaq tərəfdaşlıqlar və ya yeni müqavilələr imzalamaq üçün əlverişli bir zəmindəsiniz. Şəxsi həyatınızda partnyorunuzla birlikdə romantik bir şam yeməyi münasibətlərinizə xüsusi bir rəng qatacaq. Hələ də həyatının sevgisini tapmayan tərəzilər estetik zövqü yüksək olan incə ruhlu bir insanla qarşılaşa bilərlər. Böyrəklərinizin və bədəninizin ümumi su balansını qorumaq üçün gün ərzində kifayət qədər su qəbul etməyi unutmayın. Yeni geyim üslubları sınamaq və ya zahiri görünüşünüzdə kiçik dəyişikliklər etmək özünüzə olan inamı artıracaq. İnsanlarla münasibətlərdə qətiyyətli olmaq və lazım gəldikdə yox deməyi bacarmaq daxili azadlığınızı qoruyacaq. Sosial layihələrdə iştirak etmək və insanlara kömək əlini uzatmaq ruhunuzu mənəvi cəhətdən inanılmaz dərəcədə zənginləşdirəcək. Fərqli baxış bucaqlarına malik olan insanlarla söhbət etmək dünya görüşünüzü genişləndirməyə imkan verəcək. Keçmişdə qalan bəzi inciklikləri ürəyinizdən silib atmaq gələcəyə daha yüngül bir ruhla addımlamağınızı təmin edər. Günün sonunda özünüzlə baş-başa qalıb sakit bir mühitdə musiqi dinləmək zehninizi tamamilə dincəldəcək. Həyatın gətirdiyi hər bir eniş və yoxuşu sülh içində qarşılamaq sizin ən böyük istedadınızdır. Əqrəb. Bugün daxili gücünüzün, intuisiyanızın və strateji təfəkkürünüzün ən yüksək səviyyəyə çatdığını hiss edəcəksiniz. Gizli qalan həqiqətləri üzə çıxarmaq və mürəkkəb sirləri həll etmək üçün inanılmaz bir detektivlik bacarığı nümayiş etdirə bilərsiniz. İş mühitində rəqiblərinizin planlarını öncədən fəhm edərək onlardan bir addım öndə olacaqsınız. Maliyyə sahəsində böyük risklərə getmədən gizli investisiya imkanlarını dəyərləndirmək sizə gələcəkdə böyük qazanc gətirə bilər. Şəxsi münasibətlərinizdə həddindən artıq qısqanclıq və idarə etmə meyillərini cilovlamaq tərəfdaşınızla münasibətlərinizi qoruyacaq. Subay əqrəblər üçün bugün daxili aləmində fırtınalar qoparan, ehtiraslı və sirli bir insanla qarşılaşma anı ola bilər. Sağlamlığınızı qorumaq məqsədilə bədəninizi toksinlərdən təmizləyəcək detoks proqramlarına və idman məşqlərinə başlaya bilərsiniz. Ruhunuzu yeniləmək üçün mistik mövzular, psixologiya və ya fəlsəfə ilə bağlı kitablar oxumaq olduqca faydalıdır. Yaxın çevrənizdə sizə qarşı dürüst olmayan insanları dərhal fərq edib onlarla əlaqənizi birdəfəlik kəsəcəksiniz. Çətinliklər qarşısında göstərdiyiniz sarsılmaz iradə ətrafınızdakı insanların sizə olan hörmətini daha da artıracaq. Həyatınızda köklü bir dəyişiklik etmək istəyirsinizsə, bugün köhnə dərini soyub atmaq üçün ən uyğun zamandır. Karyeranızda böyük bir sıçrayış etmək üçün daxili potensialınızı tam şəkildə ortaya qoymaqdan çəkinməyin. Fikirlərinizi reallaşdırarkən kənar müdaxilələrə icazə verməmək uğurunuzun əsas qarantiyası olacaq. Günün sonunda daxili səssizliyə çəkilərək özünüzü yenidən kəşf etməyin həzzini yaşayın. Sizin küllərinizdən yenidən doğulmaq bacarığınız hər bir çətinliyi böyük bir zəfərə çevirməyə yetərlidir. Ox atan. Bugün daxili azadlıq eşqiniz, nikbinliyiniz və macəra axtarışınız sizi tamamilə fərqli üfüqlərə doğru aparacaq. Yeni biliklər əldə etmək, fərqli fəlsəfələri öyrənmək və dünya görüşünüzü genişləndirmək üçün əla bir gündür. İş yerində böyük layihələrə vizyoner bir baxış bucağı gətirərək hər kəsin rəğbətini qazanacaqsınız. Maliyyə məsələlərində bəxtiniz gətirsə də şans oyunlarına və ya riskli layihələrə böyük pullar yatırmaqdan çəkinin. Eşq həyatınızda partnyorunuza sərbəstlik vermək və onun şəxsi məkanına hörmət etmək münasibətlərinizi daha da sağlamlaşdıracaq. Tənha oxatanlar üçün bugün fərqli ölkədən və ya mədəniyyətdən olan maraqlı bir insanla tanışlıq qapıdadır.
Fiziki aktivliyinizi artırmaq, bəlkə də açıq havada qaçışla məşğul olmaq bədəninizə inanılmaz yüngüllük bəxş edəcək. Qarşıda planlaşdırdığınız uzaq səyahətlər üçün marşrutlar hazırlamaq və araşdırmalar etmək əhvalınızı xeyli yüksəldəcək. Ətrafınızdakı insanlara bəxş etdiyiniz müsbət enerji sayəsində hər kəsin axtardığı bir dosta çevriləcəksiniz. Təhsil və ya akademik sahədə fəaliyyət göstərən oxatanlar üçün bugün böyük uğurlar və nailiyyətlər vəd edir. Həyatın sizə təqdim etdiyi bəzi dərsləri gülümsəyərək qəbul etmək daxili yetkinliyinizi daha da artıracaq. Rutin işlərin cansıxıcılığından xilas olmaq üçün gün ərzində özünüzə xırda, lakin maraqlı əyləncələr yaradın. Dostlarınızın təşkil etdiyi intellektual müzakirələrdə iştirak etmək zehni qabiliyyətinizi daha da itiləşdirəcək. İnamla atdığınız hər bir addım sizi xəyallarınıza bir addım da yaxınlaşdıracaq. Axşam saatlarında gələcəyə dair böyük hədəflərinizi kağıza yazaraq onları vizuallaşdırmağa çalışın. Kainatın sizə bəxş etdiyi bu sonsuz şans və bərəkət enerjisini sevgi ilə qəbul edin. Oğlaq. Bugün karyera hədəflərinizə fokuslanmaq, peşəkar nüfuzunuzu gücləndirmək və ciddi nailiyyətlər əldə etmək üçün əla imkandır. İşinizə göstərdiyiniz sonsuz sadiqlik və yüksək məsuliyyət hissi rəhbərliyin gözündən əsla qaçmayacaq. Qarşıya çıxan mürəkkəb inzibati məsələləri soyuqqanlılıqla həll edərək hər kəsə peşəkarlığınızı sübut edəcəksiniz. Maddi mövzularda gələcəyə yönəlmiş uzun müddətli və etibarlı investisiya planları qurmaq üçün çox uyğun bir zamandır. Münasibətlərinizdə hisslərinizi büruzə verməkdə biraz çətinlik çəksəniz də əməllərinizlə tərəfdaşınıza olan sevginizi tam göstərəcəksiniz. Subay oğlaqlar iş mühitində və ya rəsmi bir tədbirdə ciddi və yetkin xarakterli bir insanla qarşılaşa bilərlər. Sümüklərinizin və dişlərinizin sağlamlığına diqqət yetirməli, kalsiyumla zəngin qidaların qəbulunu artırmalısınız. Həyatınızda nizam-intizam yaratmaq məqsədlə yarımçıq qalmış bütün sənədləşmə işlərini bugün tamamilə yekunlaşdırın. Gərəksiz məsuliyyətləri öz üzərinizə götürərək özünüzü tükəndirməyin və işləri digər insanlara ötürməyi öyrənin. Ailə böyüklərinin məsləhətlərinə qulaq asmaq və onların təcrübələrindən yararlanmaq sizə düzgün yol göstərəcək. Soyuqqanlı və məsafəli duruşunuzun arxasında gizlənən həssas qəlbinizi yalnız dürüst insanlara açmağınız ən doğrusudur. Həyatın maddi tərəfləri ilə yanaşı, mənəvi dünyanızı zənginləşdirəcək fəaliyyətlərə də zaman ayırmağa çalışın. Əzmkarlığınız sayəsində aşılmaz görünən dağları belə pillə-pillə fəth edərək zirvəyə ucalacaqsınız. Günün sonunda əldə etdiyiniz uğurların qürurunu yaşayaraq gələcəyə dair yeni strateji planlar hazırlayın. Özünüzə olan inamınızı qoruyun, çünki çətin yollar hər zaman ən gözəl mənzillərə aparır. Uğura gedən bu şərəfli yolda atdığınız hər bir addımın dəyərini bilin. Dolça. Bugün daxili dünyanızda qeyri-adi ideyaların, humanitar hisslərin və yenilikçi düşüncələrin coşub daşdığını fərq edəcəksiniz. Cəmiyyətə fayda verəcək kollektiv layihələrdə və ya sosial hərəkatlarda fəal iştirak etmək istəyiniz arta bilər. İş yerində hamının qəbul etdiyi şablon metodları rədd edərək tam fərqli və effektiv həll yolları təklif edəcəksiniz. Maliyyə baxımından texnoloji sahələrə və ya gələcək vəd edən startaplara investisiya qoymaq ağlabatan ola bilər. Şəxsi həyatınızda partnyorunuzla dostluq zəminində qurulan səmimi bir ünsiyyət münasibətlərinizə yeni bir nəfəs gətirəcək. Tənha dolçalar intellektual müzakirələr aparılan virtual və ya real mühitlərdə orijinal təfəkkürlü bir insanla tanış ola bilərlər. Qan dövranınızı yaxşılaşdırmaq üçün gün ərzində yüngül gimnastika və ya qısa məşqlər etməyiniz məsləhətdir. Gələcək planlarınızı qurarkən reallıq hissini itirməməyə və ayaqlarınızın yerə möhkəm basmasına diqqət yetirin. Dostlarınızın problemlərinə yaradıcı və obyektiv yanaşaraq onlara heç kimin ağlına gəlməyən çıxış yolları göstərəcəksiniz. Özünüzü məhdudiyyətlər içində hiss etdiyiniz mühitlərdən uzaqlaşıb, müstəqilliyinizi qorumağa üstünlük verin. Yeni elmi kəşflər, kosmos və ya müasir texnologiyalar haqqında araşdırmalar etmək zehninizi qidalandıracaq. Ətrafdakı insanların sizin fərqli düşüncələrinizi dərhal başa düşməməsini normal qarşılayın və səbirlə izah edin. Həyatın sizə bəxş etdiyi azad ruhu heç bir maddi marağa qurban verməyəcəyiniz mühüm bir gündür. Günün sonunda unikal yaradıcılıq işləri ilə məşğul olmaq və ya gələcəyi xəyal etmək ruhunuzu dincəldəcək. Sizin orijinallığınız və fərqliliyiniz bu dünyanı daha da gözəlləşdirən ən dəyərli xüsusiyyətinizdir. Balıqlar. Bugün intuisiyanızın heyran edici gücü, zəngin xəyal dünyanız və yaradıcı ilhamınız ən yüksək nöqtəsinə çatacaq. Rəssamlıq, musiqi və ya yazı işləri ilə məşğul olmaq daxili dünyanızdakı hissləri mükəmməl şəkildə ifadə etməyə imkan verəcək.
İş yerində məntiqlə yanaşı, hisslərinizin səsinə də qulaq asmaq sizə doğru qərarlar verməkdə kömək edəcək. Lakin xəyallar aləminə qapılıb real həyatın tələblərini və gündəlik vəzifələrinizi unutmamağa xüsusi diqqət yetirin. Maddi məsələlərdə xeyriyyəçilik etmək gözəl olsa da, öz büdcənizin tarazlığını qorumağı da yaddan çıxarmayın. Sevgilinizlə daxili aləminizi, qorxularınızı və ümidlərinizi səmimi şəkildə bölüşmək aranızdakı mənəvi bağı daha da dərinləşdirəcək. Subay balıqlar romantik təbiətləri sayəsində ruh əksləri ola biləcək mistik bir insanın cazibəsinə qapıla bilərlər. Ayaqlarınızın sağlamlığına xüsusi diqqət yetirməli, rahat ayaqqabılar seçməli və günün sonunda masaj etməlisiniz. Ruhunuzu gərəksiz mənfi enerjilərdən təmizləmək üçün su kənarında gəzintiyə çıxmaq və ya dəniz mənzərəsinə tamaşa etmək əla olar. Başqalarının dərdlərini öz dərdiniz kimi qəbul edib özünüzü emosional cəhətdən həddindən artıq yükləməkdən mütləq qaçın. Daxili səsinizi dinləmək üçün gün ərzində bir neçə saatlıq tam səssizliyə çəkilmək sizə böyük güc bəxş edəcək. Həyatınızda sizi incidən keçmiş hadisələri və insanları tamamilə bağışlayaraq mənəvi azadlığa qovuşun. Yeni mənəvi təlimlərlə maraqlanmaq və ya yoga ilə məşğul olmaq daxili hüzurunuzu bərpa edəcək. İnsanlara qarşı göstərdiyiniz sonsuz şəfqət və sevgi bu qəddar dünyada əsl bir vahə rolunu oynayır. Günün sonunda daxili aləminizdə tapdığınız sülh gələcək günlərinizə işıq saçacaq.